Qalmaq olmaz axı, necə bütün işlər hamısı indi belə tutmasın. 21-ci əsrdə hər şey telefonlandır. Bütün işlər elə ona həll olunur. Zəngi var bunun, SMS-i var. İşə çıxsaq, şəxsi həyatınızda istifadə üçün telefonsuz qala bilərsiniz bir gün? Şəxsi həyatımızda bəli, əlbəttə. Qalmısınız indiyə qədər? Xeyr, təəssüf ki, xeyr, amma lazımdır arada qalmaq ki, qoy sakitçilik biraz olsun. Mənə elə gəlir ki, yaxşı nə məşğul olmaram. Avaçılıq eləyərəm. Bəli, qala bilərəm. Hər işimi ataram, telefonsuz da qala bilərəm, çünki özümə arxayınam. İşi olmayan insanlar, həyatını dəyərləndirməyən insanlar, telefondan asılı olan insanlardır. Bunu bir psixoloq kimi deyirəm və inanın ki, uşaqlar da, böyüklər də, telefon asılılığı olan insanlarımız Azərbaycanda, ümumiyyətlə dünyada çoxdur. Çünki belə insanlar öz həyatlarını bir növ həmin o telefonda, həmin o TikTokda keçirdiyi vaxtlarını real həyatla dəyişirlər, belə deyək. Telefonum ekranı yanmışdı. Ona görə yəni bir gün yox, hətta bir neçə ay elə qalmışdım. Amma yəni necə deyim, əslində çox da çətin olmur. Sadəcə saat problemi var. Ona görə saat götürmək olar onun üçün. Gəlib evdə kompüterə baxmaq olar, TV-yə baxmaq olar. Məncə qalmaq olar telefonsuz. Bir gündən çox qalmışam telefonsuz. İstəməmişəm, yəni baxmaq istəməmişəm, həvəsim olmayıb. Qoymuşam telefon qırağa. Öz işlərimlə məşğul olmuşam. Hansı fəaliyyətlərlə məşğul olmusunuz? İdmanla, evdə çox olaraq məşq edirəm, ya da gedirəm trenajora. Bəli, məncə mən bir gün telefonsuz qala bilərəm, çünki mənim həyatımın hamısı telefon üstündə toplaşmır. Mənim günümün 90% əgər telefonla keçirilsə, onda mən o günü niyə yaşayıram ki? İnsan çıxıb təmiz hava görməlidir, tanışları ilə, dostları ilə, yaxınları vaxt keçirməlidir. Və bir gün elə tez keçəcək ki, çünki sən həmin insanlara zövq alırsan. Amma 24 saat eyni şeyə baxmaq məncə düzgün deyil. Həm də bədənə də zərərdir, gözə zərərdir və sizin vaxtınızdan gedir. Həmin o bir günü mən o qədər şey edə bilərdim ki, həmin o bir gündə mən valideynlərlə vaxt keçirə bilərdim, dostlarımla vaxt keçirə bilərdim, özüm üçün maraqlı və ya məlumatlı olan bir şey oxuya bilərdim.